Salam uşaqlar, ne de? Dersimize hazırsınız mı? Aha. Uşaqlar, bugünkü dersimiz riyaziyyatla incəsənətin bir araya gelmesi neticesinde artık anlayışın yaradılması prosesidir. Bu derste siz topun sıçrayışını öğreneceksiniz. Yani top necə tullanacaq, top necə aşağı düşecek, onun hareket suretini öğreneceksiniz. Onun sonra seçmenizde ben tapşırık olarak size vereceğim ki siz onu tatbik edeceksiniz. Ondan sonra katlı interpolasya çekeceksiniz. Bu da ki topun yani yukarı aşağı hareket ettirilmesinde bize kömeğe şeylerden biridir. Daha sonra biz yer eğrileri. Bu da ki yani topun tullanması ve düşmesinde bize çok eğlenceli bir eğriler var. Bunlar fizikada bizim karşımıza çıkan şeylerden biri değil. Onu öğreneceğiz. Daha sonra biz ileride animasyon nedir onu öğreneceksiniz. Sonra animasyonun en esas elementlerinden biri olan sıkılma ve dartılma prosesinden danışılacak. Burada siz göreceksiniz ki adi bir necə olur ki sıkılma ve dartılma ile bir araya gelir, onu başa düşeceksiniz. Yani hareketinde sıkılma dartılma əsas rol oynuyor da. Ondan sonra tapşırıklar var. Burada yine test eləyəcəyik. Sonra size bunu önceden Rob Jensen ile tanıştıracaksınız. Ve sonraki derslerimizde de inşallah bunu devam ettireceğiz. Hazırsınız mı? Evet. Ama başlayalım. Oldu mu benim? Siz telefona yarım. Oldu mənim. Bütün animasiyalar eyni fikrə əsaslanır. Ardıcıl şəkillərə dəyişikliklər edib, onları ardıcıllıqla hərəkət etdirmək. Salam uşaqlar, necəsiniz? Yaxşıyam çocuğum. Başlayaq. Yaşlı görüm xətt interpolyasiya nə deməkdir? Kompüterdə bir obyekti hərəkət elətdirəndə onun müəyyən xətt üzrə gedir və bunu kompüterdə göstərəndə də xəttli formada, qrafik formada göstərəndə bu xəttin interpolyasiyası. Topun hərəkətini göstərmək üçün Topun hareketini göstermek için. hansı metodlardan istifadə olmaq lazımdır? Keçən elədik, təcrübə elədik. Top haqqında dedik ki, dalğaları hərəkət edir. Benziyer əyriləri nə idi? Benziyerlərlə topun hərəkətini daha hamar formada göstərmək. Daha hamar göstərmək. Həmin o benziyer əyriləri haradan yaranır? Bir dənə maşın düzəltmək üçün ya da maşınların olduğu bir animasiyada elə o həmin adda bir şəxs o əyrilərdən istifadə eləmişdi, beləcə də yaranmışdı maşınları düzəltmək üçün. Sıxılma və dartılma nədir bəs? Sıxılımla topun yerə düşməsi ilə deyə başqa bir obyektin yerə düşəndə əvvəlcə sıxılır, daha real görünsün deyə. Əvvəlcə sıxılır, yuxarı qalxmaq istəyəndə də dağıtılır, yəni reala daha uyğun olmuş. Aha. Yəqin ki siz sualın bitti, əyləşəbiləm. Yəqin ki siz indi öyrəndiniz ki top sıçraması necə olur? Yəni topun tullanması və yerə dəyməsi necə baş verir? Hansı yollardan keçir, animatorlar bunu hazırlayır və s. və s. Və bu günləri keçəcəyimiz mövzu həmin o keçənəbəki mövzunun səncə ardıdır. Yəni onu bilməsəydik, bunları öyrənə bilməyəcəkdik. İndi müəllimimiz sizə bir videoları göstərəcək və ondan sonra bir dənə test eləyəcək, görək ki siz bunu başa düşürsünüzmü
yoksa hələ də ağlınızda suallar mı qalıb? Ondan sonra biz Decastero adlı bir algoritm keçəcəyik. Yəni o nədir? Onu siz videoya baxandan sonra biləcəksiniz. Mən çox mövzunu demirəm ki, yəni sizə də özünüzə də sürpriz olsun ki, mən keçəcəyim. İnşallah bugün 2 mövzu keçəcəyik. Hələ ki bu mövzunun dərslərinə baxaq. Ondan sonra gələcək 2 mövzunun dərsində yenidən projektlə qoşulub deyəcəm sizə. Oldu mu? Hazırıq mı? Aha, başlayaq. Mən dərsin qoçun zəhmət olmasa. Simülasyon ya, bence deyince simülasyon. Şimdi Kim istəyir deyə bilər. Simülasyon. aynı bir taraf. Buyur Hüseyin, buyur. Uşaqları axtarmaqla deyil. Ben simülasyon real hadisələrin, həqiqətə baş verən hadisələrin kompüter vasitəsilə animasiya vasitəsilə kompüterdə canlandırılması. Ay sağ ol. Şimdi biz bu tarafa neyi simülasyon eləmişdik? Saçları. Ay sağ ol. Ama bu günləri biz meşəni, otu, ümumiyyətlə təbiəti necə simülasyon eləmək lazımdır, onu keçəcəyik. O interpolasyon aslında. Tamam. Neylerin yaratılmasında istifade olunur. Animasiya üçün obrazların yaradılmasında, fərqli bir şeylər yaradılmasında Obrazların yoksa nelerinse birisi için yaratılır. Şu an biz video dersinde ancak neyi gördük? Orada parabolik katlar görende orada Sümer'in Sümer'in orada elinde ne tuturdu? Nəyə görə orada? Elinde yaşıl bir şey tutar böyle düz Osla. kaçırmış. O söz neydi biraz sana oxşamış şey. Oktay. Ay sağ ol. Ben size geçen hafta bahsettim ki biz Maya bir obrazın yaratılmasının felsefesine bakmayacağız. Biz otların, araçların, küre yatında otlar necə əyilir, düzəlir, nədə yenə əyilir, bu animasiyada necə baş verir, onun simülyasiyasını öğrenəcəyik. Ama görüntü yazıqlığa mümkün sərbədə düşür. Yaxşılar simli sərb nəyə deyilir? Ortaşık atlamaz, qardaşık atlara. Bundan sonra danışacağız ya. Deyir qıraqdakı xətlərə. Aha, sonra mərkəzi xətlər neydi? Mərkəzi nüqtələr. Mən hər duzağın elmişim. Həmin üçün adası xətlərin həm nöqtələrini birləşdirən həm də parabolaya toplanan xətlər. Parabolik dördlər. Aha, düzdür. Mərkəzi bu xətləri yaratmaq üçün bizə nələr lazımdır? Qələm, xətçiş. Rəqəmlər lazımdır. Qələmlər xətçiş. De görünmür mü? Qələm, xətçiş. Hər Bəli. Çox çınaq xətlərin nöqtələr lazım, sonra birləşdirəsiniz. Nöqtələri anlatırıq. Hərflər lazım, nöqtələr hərflərlə adlandırır. Ha, düzdür. Tamam. Salam uşaqlar. Nə dərsiniz? Geçen hafta verdiğim testler işlediniz mi evde? Bəli, müəllim. Aferin. Şimdi bugünkü dersimiz uşaqlar modelləşdirmədir. Yani siz bu dersimizde öğreneceksiniz ki
animasiya personajı yaradanlar, yani fiziki olarak artık simülasyadan çıkarıp animatörler heykelli doktorlar kompüterde başlıyorlar heykelleştirmeye ve sizinle dinozavr dersinden de çektiğimiz gibi başlıyorlar ona, yani hemen heykele tarih etmeye, ondan sonra bunu tekrar hatırlarlar, hem de başka bir de animasya sahasında çalışan diğer kişiler bunu edirlər. Aydın oldu. Keçək dərsimizə. Aha, keçdik. Həllələrə bölərək riyaziyyat ediləcəyimiz altını həll etdik. Əməlli. Modelləşdirmə nədir? Demədim. De. Modelləşdirmə məsələsi. Bir şəxsdən istəyirəm, irəliləşdirirsən nə olur? İrələşdirirsən nədir? Yəni belə cıqı-cıqı edirsən. Nədir modelləşdirmə? Hüseyin deyim. Ne diyeyim, eşyanın kompüterde 3 ölçülü formada, yani 3D formasında düzeltilmelidir de. Aferin sola, sola. Neredeydi ben sola? Kim en çok sola değilse o sertifika tahmin eder. Yani bir şey giymende sertifika tahmin eder. Yani ona göre yanlış cevap verir. Perspektif de çizmiştik. Perspektif neydi? Perspektiv neydi? Hikayede perspektif var idi. Perspektif. O neydi? Hikayenin kuruluşu Ya vahşi. bilmeliyiz. Çağat, perspektifi tasvir ediyoruz. Perspektif hikayecilerin hikaye yazılışına ve dünya görüşüdür. Yani dünyayı olan bazı istendir. Kim dünyaya bize bakırsa o da hikayesini ile yazar. Peki. Aydın oldu mu? Yaşar. Aha. Dünya neydi be? Hikayede dünya var idi. O neydi? Hem obrazın onun etrafında baş veren hadiseler de onun etraf alem. Zaman. Aha. Sonra kim diğer dünyada? Başka dilde ne bilərik? Yəni hekayədəki dünya, həyat, Aha. Aha. yaşam tərzi. Meryem. Bəli. Hansı uşaqlar yaxşı cavab verirsə bir değil. Ticareti sertifikat alanda lazım olacak. Yaxşı. Obraz neydi uşaqlar? Obraz müəllim, hadisəsi. Ay müəllim, obraz müəllim. Bir. Hikayenin Obraz karakteri gözlüyün. insan tasviri. Zenfirədən Obraz hekayədəki insanlara deyilir. Təhcə insanlara mı? daha fərqli. Hadisələrə müəllim. Mən canlılara müəllim. Canlılara. Bütün canlılara müəllim. Aferin. Aferin. Ben yaxşı uşaqlar baş qəhrəman neydi? Baş qəhrəman müəllim hekayədəki Əsas olan. əsas obraz müəllim. Hekayələr barəsində Baş danışmaq. qəhrəman arasındakı fərq nədir? Nə müəllim? Obraz ilə baş qəhrəman arasındakı fərq nədir? Baş qəhrəman müəllim hekayədə əsas, yəni haqqında danışılan bir obrazdır. Obraz isə sadəcə onun dostu və yaxud da ailəsi ola Yani bilər. hikaye baş qəhrəman hakkında danışılır, obrazda ise sadece orada iştirak edilir. Aferin. Uşaqlar, deyək ki, bir dənə hekayə qurmaq istəyirik, amma hekayəm, yəni yazıcı hekayə tapa bilmirik. Özümüzdən uydura bilərik.
Hadisələr. Benim değil mi? Hadiseler. Benim yaşadığım benim dostumuzu yaşadığım Bir. Ben dostumuzu da insanların yaşadığı hadiselerde böyle. Ay sağ ol. Ben çok var. Yaxşı. O böyle yaradığında iki tane kuşata bakırdık. Ona razıydı. Daxil xüsusiyyətlər hansı hissələr? Daxil xüsusiyyətlər hansı hissələr? Ya bizi de bizim cücüğüne. Yaxşı. Xarici kuşat neydi? Xarici xüsusiyyət onun geyimiydi, onun görünüşü. Onun geyimiydi, onun saçıydı, üzüydü, gözüydü. Yəni Belə şeylər. Hadi görmüş. Düzdür. Xarici kuşat neydi? daxil xüsusiyyət onun xarakteridir, xasiyyətiydi. Nasıl olur? Bir Onun daxilində Onun xasiyyəti, onun xarakteriydi. hərəkətləri, davranışları. Belki bir obraz yarattınız. Xarici kuşat ve daxili kuşat ona verildi. Ama çatışmayan bir nice şeyler var. Bunlar nelerdi? Onun dostları ailəsi. Ətrafında başqa hadisələr dünya. Neyi? Nam onun başına gəldiyi hadisələr, ətrafındakı dünya, ətraflardan bunlar yoxdur. Ha, o olabilir. Ama ben dediğim gibi tamam başladı. Lakin isteği olabilir mi çok olarak? İsteği. Bəli, mən istəyirdim. Hani ne sor? Ehtiyazda ne bileyim ona? Mən istəyirdim, ehtiyacdır, istəyirdim. Ben çok var. İsteğin ehtiyaz arasındaki fark nerede? İstəyordu ki, mənim həmin obrazın nəyisə istədiyiydi. Ehtiyac da odur ki, ətrafındakı insanların hər hansı bir şeyə ehtiyacı olmasıdır. Etrafındaki yok. Buyur sen. İstək obrazın istədiyi arzuladığın bir şeydən arzuladığın bir şeydən onun üçün istədiyi bir şey. İsteğin ehtiyacı yok. Takandırma için böyle değildi. İsteğin obrazın istediği şey. Ehtiyac ise istəyi həyata keçirmək üçün lazım olan şeydir. Fakat çözümü Bəli. bence siz ne istiyorsunuz? Bence okul konversiyonu kabul olmaz buydu. Bəli. Bu sizin isteğinizdir. Ama ihtiyaç nedir? İhtiyacınız da olduğu için ben size talep edeceğim ki yaxşı okuyun. Yaxşı okumaya ihtiyacınız var ki diyelim o mühendislikte kabul olasın. Yoksa böyle yani başlarınızı oyda öğrenen ki derecede bir soğuktan çıkıp olsanız onda siz isteğinizi yani şey yapamayacağız. Ne de diyorlar o? Nail olarak bilmeyeceksiniz isteğinize. Ona göre birinci ihtiyaçlar olmalıdır İlk ki öncə ehtiyac var. isteğinize çatarsınız. Aydın oldu mu? Bəli. Salam uşaqlar. Nə dərsiniz? Uşaqlar, bugün axırıncı dərsimizdir və bugün 4 mövzu keçəcəyik. İlk mövzumuz izdihamdır. Bu animasiyada bilməm görmüsünüzmü orada? Məsələn, robotlar oraya çoxlu. Animatorların elə olur ki, vaxt olmur ki, bir robotu hamısını çəksin də. Ona görə bir dənə robotdan fərqli robotlar düzəldirlər animasiyada və onu cəm halına gətirirlər. Yəni bir robotun belini, bədənini, ondan sonra başını, ayağını, qolunu, hər yerini hər dəfə fərqli bir robot düzəldirlər, amma eyni robotdan.
və beləliklə fərqli robotlar alınır. Buna deyirlər kombinatorika. Kombinatorika isə izdiham deməkdir. Bax, hal-hazırda siz məktəbdə bir izdiham yaratmışsınız. Sonraki mövzumuz isə həndəsi çevrilmələrdir. Bu nədir? Həndəsi çevrilmələr koordinat müstəvisində həndəsi fiqurlardan istifadə edərək onları nöqtələyərək bir animasiya fiquruna gətirib çıxardırıq və beləliklə də animasiya riyaziyyatından istifadə edərək xüsusi çevrilmələr yaradırıq. Və ən axırda isə öyrənəcəksiniz ki, renderləşmə nə deməkdir? Renderləşmə nədir uşaqlar? Mən biraz açıqlama verim. Animasiyanın son halına, yəni tutaq ki, biz hekayəmizi yazdıq, senarimizi yazdıq, kamera hərəkətlərimizi quraşdırdıq və animasiyamız artıq hazırdır. Onu kompüterdə derecədə istehsal prosesinin son versiyası renderləşdirmədir. Burada yenə vizuallaşdırma ilə tanış olacaq. Şua nədir onu biləcəyik. İşığın əks olunmasını da biləcəyik və pikselləşdirilmələrə də nəzər salacaq. Hal-hazırda siz məni piksel görürsünüz da, yəni ki, xırda görüntülərin yaratdığı bir bütöv görüntü olaraq görürsünüz. Bax, buna pikselləşmə deyirlər. Və axırıncı dərsimizdə odur ki, renderləşdirmənin hesablanması. Aydın oldu mu uşaqlar?